Ah kızım, uzunluğu AB olan parça deyir ki, müstəvini C nöqtəsində kəsir. Deməli, A-nın bir ucu aşağı düşəcək, bir ucu da yuxarı düşəcək. Və sonra deyir ki, A-dan müstəviyə AD və B-dən müstəviyə B-yə perpendikulyarları çəkilir. Perpendikulyar nədir? 90 dərəcəli bucaq əmələ gətirir. Bax, yazmışam. Və deyir ki, AD-nin B-yə nisbəti 2-nin 5-ədir. Yəni 2K, 5K. Bəs bu parçanın özünün uzunluğu neçədir? 14-dür, düzdürmü? 14-dürsə, onda bura x deyirəm, CB-yə x deyirəm. Hansı ki, məndən elə onu soruşur. Obşidə uzunluq 14-dürsə, burada 14-x olur da. Düzdür, oxşarlıq. 2K-nın 14-x-ə nisbəti bərabərdir 5K-nın neçəyə nisbəti? X-ə nisbəti. Bəs belə bir sual olar ki, biz hardan bilək ki, nəyin nisbətini yazaq? Gəl baxaq. Bura alfa bucağıdır, burada alfa bucağıdır, düzdür? Niyə? Çünki bunlar qarşılıqlı bucaqlardır, bir-birinə bərabərdir. Bunlar 90-dır, zaten verib. Onda bu üç bucaqda alfa var, bura beta deyərəm. Bu üç bucaqda da alfa var, bura nə deyərəm? Beta deyərəm, düz. Alfanın qarşısında 2K durub. 90-ın qabağında 14x durub. Burada da alfanın qarşısında 5K durub. 90-ın qarşısında isə x durub. Və yaxud da belə yazmaq olar. Birinci üç bucaqda alfanın qabağında 2K durub. İkinci üç bucaqda isə alfanın qabağında 5K durub. Alfanın alfaya yazdıq. Burada 90-ın qabağında 14x durub. Burada isə 90-ın qabağında nə durub? X durub. Bunlar ixtisar gedəndə yenə də eyni qaydada 2x bərabər olur. 5-i bura vursaq 70 çıx 7. 70 çıx 5x. Bu tərəfə atsaq, toplasaq 7x. Və x-də neçə oldu?